Yerin xəyali oxunun meyilliyinin dəyişməsi nəticəsində Bakı ilə Şimal Qütb dairəsi arasında məsafə 721.5 km artmışdır. Bakı şəhərinə il boyu günəş şüalarının maksimum və minimum düşmə bıçaqları arasındakı fərqi hesablayın. İlk növbədə bizə verilən kilometri dərəcəyə çevirək. 721.5-i bölürük 111-ə edir 6.5 dərəcə. Daha sonra baxırıq. 721.5 km artmışdır. Demək, əvvəlcə 66.5 idi. Artıb 6.5 dərəcə olur 73 dərəcə. Buradan bu bizim qütb dairəmizdir. Qütb dairəsi. Tropiki tapdıqda isə 90-dan çıxırıq 73-ü. 90-dan 73-ü çıxırıq edir 17 dərəcə. Demək, bizim tropikimiz 17 dərəcə olub. İndi buradan Bakı şəhərinə maksimum minimumu tapdıqda 90 dərəcə çıxaq 40 dərəcə Bakının paraleli plus minus, yəni maksimum və minimum tapılır 17 dərəcə bərabərdir. 90 çıxaq 40-ın üzərinə 17 gəlirik 57, 90-dan çıxırıq 57-ni 33, bu bizim minimumumuz. 40-dan çıxırıq 17-ni 23, 90-dan da çıxırıq 23-ü 67. Minimumumuz 33, minimum, maksimumumuz 67. Maksimum. Bunlar arasındakı fərq isə 67 çıxaq 33 edir 34 dərəcə. Cavab D variantı. Keçək növbəti suala. Şimal yarımkürəsində mülayim işıqlanma qurşağının sərhədləri arasında məsafə 4218 km olarsa, bu zaman şimal yarımkürəsində günəş şüalarının maksimum düşmə bıçağı 74 dərəcə olan məntəqə ilə şimal qütb arasındakı məsafəni tapın. Yenə eyni qaydada bizə verilən 4218 kilometri çevirək dərəcəyə bölürük 111-ə edir 38 dərəcə. 38 dərəcə. Demək, mülayim işıqlanma qurşaqları arasındakı dərəcə fərqi 38 dərəcədir. Yəni, bu hissə burada yerləşir qütb dairəsi, burada yerləşir tropik. Demək, bu qütb dairəsinin üzərinə tropik gələndə edir 90 dərəcə. 90 dərəcə. Bu qütb dairəsindən tropik çıxanda qalır mülayim işıqlanma qurşağı. Yəni, qütb dairəsi çıxaq tropik qalır 38 dərəcə. Buradan tropikləri gedir 2 dənə qütb dairəsi qalır. Yəni, qütb dairəsi bərabərdir 90 üzərinə gəlirik 38-i bölürük 2-yə. O da bərabər edir 64 dərəcə. Qütb dairəmiz 64, tropikimiz isə 90-dan 64-ə çıxırıq 26 dərəcə. Tropiki tapdıq. Bu zaman şimal yarımkürəsində günəş şüalarının maksimum düşmə bıçağını tapanda 90 çıxaq x minus 26 tropikimiz bərabərdir 74 dərəcəyə. Buradan x-i tapırıq ki, 90-dan 74-ə çıxırıq, qalır 16 dərəcə, 16-nın üzərinə 26-nı gəlirik, edir 42 dərəcə. 42 dərəcə. İndi həmin məntəqə ilə şimal qütb dairəsi arasında 42 ilə 64 arasındakı dərəcə fərqi tapırıq, çıxaq 42-ni edir 22 dərəcə. 22-ni də kilometrə çevirəndə 22 vuraq 111, o da bərabərdir 2442 kilometr. Cavab D variantı.